Hər vaxtınız xeyir olsun, hörmətli müdavimlər. Biz bugün 6-cı sinifin metodik vəsaitini oxuyacağıq sizlər üçün. Deməli, burada hansı ki biz bilirik ki, artıq bir neçə ildir ki, belə deyək də, yalnız dərslikdən deyil, metodik vəsaitdən də suallar düşür MİQ imtahanında. Ola bilsin ki, sertifikasiya imtahanında da düşə bilər. Buna görə də bəzi məlumatlar, deməli, verilməyibdir. Dərsliklərdə onu buradan öyrənəcəyik. Deməli, gəldik insan və təsviri sənət dərsinə. Baxaq görək, burada bizim üçün əlavə material varmı? Burada içərisində test verilib, yəni bu testlərə baxaq. Deməli, təsviri sənətin növləri hansılardır? Qrafika, heykəltaraşlıq, rəngkarlıq, qrafik materiallar, karandaş, flomaster. Təsviri sənətin bu növü boyalar vasitəsilə işlənir. Rəngkarlıq, dekorativ tətbiqi sənətin növləri bədii metal, keramika. Rəngkarlıq təsviri sənətin nəyidir? Növüdür, deməli. Və təsviri sənətin hansı növündə əsas material daş, mərmər, gil sayılır? Heykəltaraşlıqda. Deməli, belə bir məlumat. Səhv eləmirəmsə, belə bir sual hansısa MİQ imtahanında olub. Dekorativ tətbiqi sənət növləri, bədii metal və keramika. Bax, bu tərzdə sual hardasa olubdur. Xatırladığım qədərilə. Burada isə təsviri sənətin növləri və əsas ifadə vasitələri var. Rəngkarlıq, rəng, kolorit, ləkə, qrafika, xətt, ştrix, ton, heykəltaraşlıq, forma, həcm, memarlıq, forma, həcm, məkan, ritm, faktura, dekorativ tətbiqi sənətdə isə naxış çəkmə, oyma, döymə, tikmə və s. Baxaq görək, növbəti dərsimizdə nə verilir? Deməli, qısa müddətli rəsmin növləri, qaralama, eskiz, uzun müddətli rəsmin növləri, tədris rəsmi, yaradıcı rəsm, texniki rəsm, karandaş, kömür, flomaster, qələm və tuş vasitəsilə çəkilən. Deməli, təsvirlər rəsm adlanır. Deməli, baxaq görək, burada əlavə edilsə bir məlumat varmı? Yoxdur. Növbəti mövzuya keçək. Baxaq görək. Deməli, növbəti dərs qrafikanın növləri burada qeyd olunub. Kağız üzərində qrafika, çap qrafikası. Burada deməli, offort nədir? Metal üzərində kimyəvi üsulla cızmadır. Cotsu mənasını verir. Litografiya nədir? Daş üzərində həkk olunmadır. Ağac üzərində oyma deməli adlanır ksilografiya və linografiya linoleum üzərində kəsmə. Deməli, offortda cızma oldu, daşda həkk olunma oldu, ksilografiyada oyma oldu və linoleumda kəsmə oldu. Deməli, təsviri sənətin ən qədim və ənənəvi növlərindən biri qrafikadır. Çap qrafikası qravür adlanır. Daş üzərində həkk olunmuş çap üsulu litografiya, ağac üzərində oyulmuş çap üsulu ksilografiya adlanır. Keçirik deməli növbəti mövzumuza. Növbəti mövzumuzda baxaq görək Leonardo da Vinci haqqında hansı məsələlər öz əksini tapıbdır. Deməli, bütün ömrü boyu Leonardo quşlara qarşı güclü bir bağlılıq duymuşdur. Onları şəhər bazarından alaraq azadlığa buraxır və quşların uçuşunu və qanadların hərəkətini diqqətlə müşahidə edirdi. Rəssam uçan quşlar təsvir edilmiş çoxlu rəsm yaratmış və onun ilk çertyojlarında uçan maşın konstruksiyaları əks olunmuşdur. O öz tədqiqatlarında fizikanın qanunlarını, havanın və küləyin xüsusiyyətlərini öyrənirdi. Deməli, Leonardo da Vinci'nin quşları aldığını və izlədiyi haqqında bir məlumatı buradan öyrənirik. Deməli, mövzu reallıq və fantaziyanın, təxəyyülün rəssam yaradıcılığındakı roluna həsr edilib. Dərsin əsas məqsədi reallıq və yaradıcı fantaziyanı rəssam əsərlərinin müxtəlif mövzularında
qavranılması və bir-birinə ayrılmaz hissələri olduğunu müəyyən etməkdir. Deməli, bu mövzu haqqında bu qədər. Deməli, ətraf aləmi görən, özünü dərk edən və anlayan insan yaradıcı təxəyyülə malikdir. Reallıq və fantaziya bədii yaradıcılığın iki qanadıdır. Deməli, əgər bədii yaradıcılığın iki qanadı tipində bizə bir sual düşsə, cavab reallıq və fantaziya olacaq. Deməli, keçdik növbəti mövzumuza. Bu mövzuda baxıb bizlər üçün nə öyrəndik? Boyalardan istifadə olunaraq yaradılan əsərlər təsviri sənəti rəngkarlıq növünə aiddir. Nem sıvaq üzərinə sulu boyalarla çəkilən təsvir freska adlanır. Rəngli, qeyri-şəffaf, xırda saxsı parçalarından düzülməsinə yaranan təsvir mozaika adlanır. Deməli, bu mövzudan öyrəndik. Rəng haqqında elm rəngşünaslıq adlanır. Rəngarəng zolaq və ya göy qurşağı spektr adlanır. Sarı, qırmızı, göy əsas rənglərdir. Narıncı, yaşıl, bənövşəyi qarışıq rənglərdir. Ağ, boz, qara axromatik rənglərdir. Deməli, xromatik rənglər isə digər bütün rənglərdə ağ, boz və qaradan başqa. Gəldik Vəcihə Səmədova mövzusuna. Baxaq görək, burada bizlər üçün yeni nəsə varmı? Deməli, dərsi sonunda əsərdə rəng düzümü, onun bütün rəng elementlərinin qarşılıqlı əlaqəsi kolorit adlanır. Təbiətin özə məxsus dəyişilməz rəngi lokal rəng adlanır. Gəldik növbəti mövzumuza. Miniatür. Miniatür təsviri sənətdə kənarlarına incə və zərif işləmələr, rənglər vurulmaqla nəfis hazırlanmış kiçik təsvirdir. Azərbaycan miniatürü klassik şərq poeziyasının təsiri altında inkişaf etmişdir. Deməli, qədim Yunanıstan incə sənətinə əfsanələr təsvir etdiyi kimi şərq miniatürləri üçün əbədi qaynaq nöqtəsi də ənənəvi şərq poeziyası olmuşdur. Əsrlər boyu ölməz əsərləri ilə şöhrət qazanan dahi sənətkarlar Nizami, Firdevsi, Sədi, Hafiz, Nəvai və şərq poeziyasının digər klassikləri rəssamlar üçün incə sənət